Növbəti sualda soruşur ki, kompüterdə və ya telefonda oynanan futbol oyunlarında oyuncuların diz qapaqlarının görünməsinin hökmü real həyatla eynidir. Cavab odur ki, bir müsəlmana yaraşmaz ki, müsəlman vaxtını zəy edərək futbolu seyr etsin, futbola baxsın və hər tərəfli günaha girsin. Birincisi, sualda qeyd olunan kimi, istər o telefondan baxsın, istər kompüterdən, istər canlı həyatda onların diz qapaqlarını görməklə, harama baxmaqla günaha girsin. Bu bir tərəfdən haramdır. İkincisi, vaxtı zay edərək, saat yarım onları müşahidə edərək, onlara baxmaq, bu da icazəli deyil və daha betəri də bugünkü gün xüsusən də dünya çempionatının oynanıldığı bir vaxtda müsəlmanlar tərəf tuturlar, falan kafiri bəyənir, onu müdafiə edir, onun udması üçün hətta dua edir, sevinir. Və bu da qorxulan bir şeydir, budur ki, əl-vəla vəl-bəraya daxildir. Kafirləri sevməyə, kafirlərə qarşı qəlbdə sevginin yaranmasına səbəb ola bilər. İnsan Allahdan qorxmalıdır, müsəlman bu oyunlara baxmamalıdır. Çünki bir insanın futbol oynaması icazəlidir, idman olaraq oynaya bilər. Lakin oynayanlara baxmaqda, çünki oynamaqda özünün sağlığı üçün bir faydası var. Amma oynayanlara baxmaqda hansı bir faydası var? Hansı dünya və axirət faydası var? Əsəbdən, onda yaradacaq əsəbdən və yaxud kafirləri sevməkdən başqa ona nə verir? Heç bir şey. Müsəlmana icazəli deyil bu oyunları seyr etsin, bu oyunları baxsın, vaxtını bu oyunları baxmaqla keçirsin. Subhanallah, bugünkü günü yarım saatlıq elmi dərslərə qulaq asmayan insanlar saat yarım futbol izləyir. Gündə 1-2 dəfə saat yarımlıq futbol izləyir. Başdan sona dək bir ara vermədən onları izləyir. Və qorxmurum ki, qiyamət günü bu israf etdiyi vaxtlara görə Rəbbinə cavab verəcək. Allah Azə və Cəllə onun hesabını soruşduqda ona nə cavab verəcək? Ona görə insan tövbə etməlidir. Bu kimi əməllərdən uzaq olmalıdır. Düzünü Allah bilir.